Bakı Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yenavaz.com xəbər verir ki, universitet tərəfindən 2024-2025-ci tədris ili üzrə məzun günü tədbirinin təşkili və keçirilməsi ilə bağlı müsabiqənin qalibi Admedia.az MMC olub. Qeyd edək ki, universitet tenderin qalibi olan şirkətə 158.627 manat 40 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, tenderin qalibi olan Admedia.az MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərmanov rayonu Əbdüləzəl Dəmirçizadə ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdaroğlu, icraçı direktoru isə Sabit Məmmədovdur. Onu da bildirək ki, universitetin bir il əvvəl 2023-2024-cü tədris ili üzrə məzun günü tədbirinin təşkili və keçirilməsi ilə bağlı tender müsabiqəsinin qalibi də Admedia.az MMC olub. Universitet ötən il bu şirkətə 146.662 manat 20 qəpik ödəyib. Açıqlanan məlumatlardan da göründüyü kimi, universitetin məzun günü tədbiri ilə bağlı xərcləri son bir ildə 12.000 manata yaxın artıb.